Özünü tədqiqat siçanı kimi hiss eləmək nə deməkdir? Bəzən özünü qürbətçi kimi hiss eləyirsən ifadəsini işlədə bilərəm, amma məncə qürbətçi kimi hiss eləməkdən daha ötə bir şeydir bu. Hər yerə ulaşımın məhdudlaşdırılır və tənhalığa, təkliyə itilirsən. Zamanında buna səbəb olaraq özünü görə bilərsən nə zamansa, amma sonra başa düşürsən ki, yox, özünün sərhədlərinin, duvarlarının ötəsində bir şeydir və sosial media hesablarından tutun da həyatın hər sahəsinə sirayət eləyən və bunu hər kəsdən tələb eləyən, amma yoxluğuna dərindən şərait yaradan bir dünya düşünün.